Birinci Qarabağ müharibəsi məhz Ağdamda başlamışdı. İlk şəhidi Ağdamlılar vermişdi. Respublika içerisinde ilk şəhidi Ağdamlılar vermişti. Əli və Bəxtiyar bizim ilk şəhidlərimiz Ağdam torpağında ölmüşdür. Ve onun ardınca Birinci Qarabağ müharibəsində Ağdam torpağında 6000'den çox Cənab Prezidentin sözləriyle desək şəhidlər Ağdamlılar tərəfindən verilmiştir. Ve ona göre de sözsüz ki Respublikanın her yerinde şəhidlərin adları əbədiləşdiriləcəkdir. Ancak bu Ağdamda daha çok olacaktır. Ağdamların Birinci Qarabağ müharibəsində ümumiyyətlə Ağdamların bu qələbələrin içerisinde daha çok payı var. Daha çok şehit verdiğimiz kimi daha çok payımız var. Bu Cənab Prezident özü bütün çıkışlarında Ağdam rayonunda ehaliyle görüşərkən ister 2021-ci ilin 28'i mayında ister 2025-ci ilin sizin her birinizin çoxunuzun iştirakıyla Ağdam rayonunda Muğam evinin açılışında iştirak ederken Cənab Prezident demişti. Ve Cənab Prezidentin o sözleriyle ki yaşasın Ağdam, bu bizim için büyük gurur getirir. Ve biz açılışla diyelim ki bir Ağdamlılar olarak daha çok biz Cənab Prezidentin bütün apardığı bütün kuruculuk ve ümumiyyətlə Respublika naminə ettiği her bir işin arkasında biz daha çok varıq ve daha çok olacaq. Bütün şəhid aileleri, övladlar şəhid olurdular. Ama şəhid aileleri deyirdiler ki Cənab Prezident dayanmasın müharibə. Ama Cənab Prezident öz müdrik bakışıyla dayandırdı ve sonra da siz özünüz gördünüz ki bir gün ərzində, bir sutka ərzində 23 saat 44 dəqiqə ərzində bütöv vətənimizi və suverenliyimizi təmin etdi. Bugün her bir daşın üzerinde Azerbaycan bayrağı dalgalanır. Ve çok sevinirik ki biz bütün bu işlerin içerisinde bizim payımız çoktur. Ve çok olacaktır. Ve ben bugünleri sözsüz ki şəhid aileleri özleri verdiler. Elə bu adı da addılar. Ve ben de çok sevinirim ki bizim de bu işte xırda da olsa payımız var ve olacaktır. Bu şəhidlərin evi mübarek olsun. Bura onlarındır. Ve bu işte rayon əhalisinin içerisinde kimin köməyi varsa, kömək deyəndə bilirsiniz, təkcə kömək maddi köməkdən gedə bilməz. Ancaq xoş sözün özü bizim için köməkdir. Bu xoş söz deyən insanların hamısının var olsun, sağ olsunlar. Yine deyirəm, burada iştirak edən bütün rayon rəhbərliyinin bu işte payı var. Hamının payı var. Mənə ruh verdiler bu işlerin görülməsindən ötürü. Ve sizin her birinize söz veririk ki biz indən sonra da Cənab Prezidentin apardığı siyasetin her bir nöqtəsinin, vergülünün en yaxşı icraçısı olacaq. Biz mən sizin qarşınızda, şəhid ailələrinin qarşısında biz söz veririk ki indən sonra biz bütün gücümüzle vətənimizin her bir parçasının çiçəklənməsi için elimizden gelen her şeyi edəcək. Sözsüz ki bu işte bütün bugünkü yurda olan birinci şəhid aileleri, gaziler ve bütün Respublikamızın əhalisi bizim ve rayonumuzun əhalisi bu işte bize kömək olacaktır. Sağ olun her birinize, qulaq astığınız için. Çok sağ olun.